Salam əziz izləyicilər. Bugün Azərbaycan dili fənni üzrə buraxılış imtahanından düşən 31 nömrəli testin izahına sizlə bir yerdə diqqət edək. Tərzi hərəkət zərfinin təsriflənməyən feilə aid olduğu nümunələri müəyyən edin. Tamamilə xəbərsiz idi ki, necə gəldilər? Burada tamamilə miqdar zərfi işlənsə də, təsriflənməyən feil yoxdur. Birinci bənddən keçdik. Belə danışmağın heç bir əsası yoxdur. Danışmağın məsdər olsa da, belə sözü burada əvəzlikdir. Burada da uyğun cavab tapılmadı. Onlar ev yəsi ilə gülə-gülə salamlaşıb içəri keçdilər. Yaxşı bənddir. Gülə-gülə burada özü təsriflənməyən feildir. Yəni feili bağlamadır. Feili bağlama feili bağlamaya aid olduğu üçün üçüncü bəndi də götürmürük. Şuşada çiyin-çiyinə döyüşdüyü dostlarını heç vaxt unutmadı. Çiyin-çiyinə tərzi hərəkət zərfidir, mürəkkəb zərfdir, döyüşdüyü feili sifətdir. Yəni burada tərzi hərəkət zərfi təsriflənməyən feilə aiddir. 5-ci bənddə öz uğurlarından iftixarla danışan. İftixarla düzəltmə tərzi hərəkət zərfidir, danışan feili sifətdir. Bu bəndi də götürürük. Dilucu təşəkkür edib çölə çıxdı. Dilucu, bəli, tərzi hərəkət zərfidir, mürəkkəb zərfdir. Təşəkkür edib, təşəkkür edərək feili bağlamadır. Bu doğru cavabdır. Buna görə də C variantı uyğun cavab sayılır. 32 nömrəli testin izahına baxaq. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə dəlalət edir. Cümləsi ilə bağlı doğru fikirləri müəyyən edin. Feilin hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir. Feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar. Burada qazandığı feili sifətdir. Uğurlarla ismi birləşmə yaratdığı üçün asılı tərəfdir. Deməli, bu bənd zərfdir. Quruluşca mürəkkəb xəbər şəklində olan feil xəbərin ifadə vəsitəsidir. Xəbər olaraq burada dəlalət edir feilidir, təsriflənən feildir, indiki zamandadır, mürəkkəb feildir. Bu doğru cavab hesab olunur. Quruluşca mürəkkəbdir, feilin xəbər şəklindədir və feilin xəbərinin ifadə vasitəsi, feili xəbərin ifadə vasitəsidir. Doğru cavab B variantı. C variantına da diqqət edək. Feillər qayıdış və məlum növdədir. Qazandığı, arenada qazandığı məlum növdə olan feildir. İdmana qarşı xüsusi diqqət göstərildiyi qayıdış növ deyil, şəxssiz növdür. Feilin bütün təsriflənməyən formalarına aid nümunələr işlənmişdir. Xeyr, burada feili bağlamaya aid nümunə görmədik. Şəxsə və kəmiyyətə görə dəyişməyən feillər eyni cümlə üzvünə aiddir. Qazandığı, arenada qazandığı uğurlar burada təyin olsa da, idmana qarşı xüsusi diqqət göstərildiyinə isə təyin olmadığı üçün bu cavabı da doğru hesab etmirik. Doğru cavab B variantıdır.